Salam uşaqlar. Bugünkü test izahımız 8-ci sinif 2-ci hissə iş dəftəri bölmə 5 molekular istilik hərəkəti. Sual 1-dən başlayaq. Deyir, diaqramda müxtəlif qazların eyni temperaturda sürətləri təsvir olunmuşdur. Hidrogen molekulunun daha sürətlə hərəkət etməsinin səbəbi nədir? Baxırıq ki, hidrogen molekulu 1800-dən yuxarıdır sürəti və deməli burada biz kütlə ədədləri ilə müqayisə edərik. Deməli kütlə ədədi, məsələn, hidrogenin kütlə ədədi 1, su molekulunun kütlə ədədi 18, azotunki deməli 14 14 28, oksigeninki 32, karbon dioksid də səhv etmirəmsə 44-dür. Və bunları diqqətli olsaq görərik ki, kütlə ədədi artdıqca bunların sürəti azalır. Deməli, hidrogenin daha sürətli olması onun kütlə ədədinin az olmasına səbəbdir. Kütlə ədədi nə qədər az olursa, o qədər də daha sürətli hərəkət edər. İkinci suala baxırıq. Hansı qaz molekullarının orta kvadratik sürəti ən kiçikdir? Görürük ki, orta kvadratik sürət karbon dioksiddə ən kiçikdir. Səbəbi də nədir? Çünki onların kütlə ədədi ən böyükdür. Kütlə ədədi A hərfinə işarə olunur. Kütlə ədədi ən böyük, yəni 44, karbon dioksid. Bunun sürəti daha kiçikdir. İkinci suala keçək. İyilik suya bir neçə damcı qida boyası əlavə edilir. Difuziya baş verir. Əvvəlcə difuziyanın nə olduğunu xatırlayaq. Dedik ki, bir maddə molekulunun digər maddə molekuluna qarışması difuziya hadisəsidir. Burada da boyanın molekulları ilə su molekullarının qarışmasıdır. Nə deyir? Difuziya temperaturdan necə asılıdır? Difuziya temperaturdan düz asılıdır. Yəni belə ki, temperatur artdıqca həmin maddənin molekulları daha sürətlə başlayır hərəkət etməyə və həmin mayenin yayır. Difuziya daha sürətli baş verir. Boyanın suyun bütün hissəsinə yayılmasının səbəbi nədir? Bütün hissəsinə yayılmasının səbəbi mayenin daxilindəki olan molekulların dayanmadan xaotik hərəkətidir ki, bunun sayəsində boya bütün hər yerə yayılmış olur. C-də nə deyir? Difuziya hadisəsi molekulların hərəkəti haqqında hansı məlumatı verir? Az öncə dediyimiz kimi difuziya maye molekullarının hərəkətinin daimi xaotik qarışıq hərəkət etməsinin əsasında yaranır. Üçüncü suala baxaq. Verilmiş cisimlərdən hansının hərəkəti Brown hərəkətini ən yaxşı təsvir edir? Dedik ki, Brown hərəkəti qarışıq hərəkətdir. Yəni, bir maddə molekullarının zərrəciklərinin digərinin tərkibində qarışıq toz zərrəciklərinin hərəkəti, toqquşması nəticəsində yaranan hərəkətdir. Təkrar edirəm, Brown hərəkəti maye və qaz mühitlərindən asılı vəziyyətdə olan yad cisimlərin həmin mühitin molekulları ilə və ya atomları ilə təsadüfi toqquşmasıdır. İndi baxırıq ki, təsadüfi toqquşma, xaotik hərəkət hansına uyğundur burada? D variantına uyğundur. 4-ə gələk. Şəkildə qaz daxilində Brown hərəkəti icra edən T0, T1 və T2 anlarındakı hərəkətləri təsvir edilmişdir. T2 andakı cismin hərəkət trayektoriyası haqqında nə demək olar? Yəni, bu zərrəciklər bir vəziyyətinə gəlib, sonra iki vəziyyətdən deyir, indi hansı istiqamətdə gedər. Uşaqlar, bunun haqqında heç bir dəqiq məlumat deyə bilmərik ki, çünki təsadüfidir. Biz kitabda da yazılıb ki, təsadüfi toqquşmalar nəticəsində. Mən bunu bilmədiyimə görə istənilən vəziyyətə 1-ə də gedə bilər, 2-yə də, 4-ə də, yəni istənilən vəziyyətə gedə bilər. Bunu mən biraz araşdırdım. Bunun üçün, bax elə burada, gəlin görək nə deyir. Deyir, Brown hərəkəti maye və qaz molekullarının asılı halda kənar zərrəciklərə xaotik zərbələr nəticəsində yaranır. İstiqaməti indi hansı ola bilər? Şəkildə T2 anında zərrəciklər üzərində müxtəlif istiqamətlərə yönəlmiş oxlar göstərilir. Brown hərəkəti tamamilə təsadüfi və xaotik olduğu üçün zərrəciyin T2 anından sonra hansı tərəfə hərəkət edəcəyi əvvəlcədən dəqiq söyləmək qeyri-mümkündür. Yəni, bu əsaslandırmanı da özünüz oxuyaq. Yəni, burada istənilən vəziyyətə gedə bilər. Axı, dedik ki, xaotik hərəkət edir. 5-ci suallara baxaq. Şəkildə içərisində eyni temperaturda və eyni miqdarda qaz olan qabda kütlələr M, 2M və 5M olan yad hissəciklərin Brown hərəkəti təsvir olunmuşdur. A variantını oxuyaq. Təsvir olunmuş bu hərəkətlər niyə Brown hərəkəti adlanır? Çünki hissəciklər qaz molekullarının təsadüfi toqquşmaları nəticəsində
nizamsız hərəkət edir. Yəni trayektoriyalarından da görürük ki, bu cisimlər, bu zərrəciklər nizamsız hərəkət edir və bu nizamsız hərəkət də Brown hərəkəti adlanır. İkinci sual, yəni B variantına baxaq. Verilmiş 1, 2, 3 təsvirlərinə əsasən Brown hərəkəti hissəciklərin kütləsindən necə asılıdır? Diqqətli baxsanız, baxın kütlələrə. Birinci şəkildə M, ikincidə 2M, üçüncüdə 5M'dir. Kütlələri artdıqca hərəkət trayektoriyası azalır. Yəni onun sürəti get-gedə azalır. Onu da gəlin indi B-ni oxuyaq. Hissəciyin kütləsi artdıqca Brown hərəkəti zəifləyir. Kütlə az olduqda isə daha çox və sürətli hərəkət edir. Yəni M-ə bax, birinci şəkildə daha sürətli hərəkət edir. C variantını oxuyaq. 5M kütləli hissəciyə hansı təsir etdikdə onun hərəkət trayektoriyası 4-dəki kimi dəyişər. Baxaq indi. Deyir ki, buna nə ediblər ki, kütlələri eynidir, 5M'dir. Nə ediblər ki, bunun trayektoriyası çoxalıb, artıb. Kütlələrini dəyişmiriksə, dedik ki, temperaturla düz asılıdır. Temperaturu nə qədər artırsaq, bu zərrəciklərin hərəkət trayektoriyası, hərəkət sürəti daha da artır və nəticədə trayektoriyası dəyişmiş olar. Yəni, necə yazmışam bir də baxaq. Temperatur artdıqda qaz molekulları daha sürətli hərəkət edər. 5M hissəciyinin trayektoriyası 4-cü şəkildəki kimi dəyişmiş olar. Gəldik cisimlərin istidən genişlənməsinə. Sual 1. Şəkildə sayda yanğın siqnalizasiyasının sxemi təsvir olunmuşdur. Elektrik dövrəsi qapalı olduqda zəng çəkici metal kürəyə tez-tez dəyməklə səs çıxarır. Sxemdə bimetalın funksiyası nədən ibarətdir? Bimetal, uşaqlar, bax burada mis və dəmirdən ibarət olan bunu deyir. İndi oxuyaq. Bimetal lövhəsinin funksiyası temperatur tənzimləyicisi və ya açar rolunu oynamaqdır. Bimetal iki fərqli metaldan ibarət olduğu üçün qızdırdıqda metallar müxtəlif dərəcədə genişlənir. Bu lövhənin əyilməsi və elektrik dövrənin qapanması nəticəsində zəngin salınmasına səbəb olur. Bax, isinir, hansısa bir yanğın baş verib, yanğın nəticəsində həmin bu metallar isinir və isinəndə bir əyilib, gəlib bax buradakı bu topuza dəyir. Və bura dəydikdə dövrə tam qapanmış olur və nəticədə bu zəng başlayır çalınmağa. İkinciyə suala baxaq. Suvenir və şüşə qab istehsalatçıları şüşə butulkaları kəsmək üçün onu əvvəlcə şüşə kəsən alətlə dairəvi şəkildə cızır. Sonra soyuq su altında saxlayıb üzərinə qaynar su tökürlər. Bu proses nəticəsində şüşə cızılan yerdən qırılır. A variantını oxuyaq. Şüşənin kəsiləcək hissəsinin əvvəlcədən cızılmasının məqsədi nədir? Cızma prosesi şüşə üzərində istiqamətləndirilmiş bir çat əmələ gətirir. Bu, sonrakı mərhələdə şüşənin məhz həmin xətt üzrə təmiz və düzgün şəkildə qırılmasını təmin etmək üçün lazımdır. B variantı. Şüşə üzərində qaynar su tökməzdən əvvəl onu soyuq su altında saxlamağın məqsədi nədir? Məqsəd şüşənin daxili və xarici qatları arasında maksimal temperatur fərqi, yəni termik şok yaratmaqdır. Və genişlənir uşaqlar. İndi qoy C-nə baxaq. İstiliyin təsiri ilə şüşənin cızılan yerdən qırılmasının səbəbi nədir? Soyuq şüşəyə qəfildən qaynar su töküldükdə, biz bilirik ki, qaynar su, yəni temperatur artdıqda genişlənmə baş verir. Şüşənin üst qatı sürətlə genişlənir, alt qatı isə hələ soyuq qaldığı üçün genişlənə bilmir. Bu qeyri-bərabərlik genişlənmə güclü daxili gərginlik yaradır və şüşə ən zəif yerində, yəni əvvəlcədən cızılmış yerdən, xətt olmuş yerdən qırılır. Bu qədər. Üçüncüyə baxaq. Plasmas butulkaya elastik şar keçirilir. Butulka isti suya qoyulduqda şar şişməyə başlayır. Daha sonra butulka soyuq suya qoyulur. Bu zaman şarın vəziyyəti haqqında necə dəyişiklik baş verə bilər, təcrübəni apar və müşahidə etdiyin hadisəni müəyyən et. Yəni, bunu öz evimizdə də edə bilərik. Heç plastik olmasa da, şüşə də olsa olar. Yəni, sadəcə isti soyuq çatlamaq deyə görə plastik deyirlər burada. Uşaqlar, isti suya qoydular. İsti suya qoyanda başladı bu şar şişməyə. Niyə? Çünki buradakı, bunun içərisindəki qaz molekulları daha sürətlə başladı hərəkət etməyə. İsti hava, isti qaz yüngül olduğundan yuxarı gedir
və bu isindi, yuxarı getdi və bunu başladı şişirtməyə. Sonra bunu soyudur. Soyuyanda dedik ki, qaz molekullarının həcmi azalır. Azalanda yenidən yığılmağa çalışacaq. Və yığılmağa çalışıb səsəmizə gətirin ki, bax bu şar bunun içərisinə bu şəkildə. Çünki hava sıxılır. Sıxıldığı üçün yuxarıdakı havanı da məcbur, buradakı havanı da sıxır və bunun nəticəsində bu şar yenidən butulkanın içərisinə daxil olmuş olar. Keçək digər suallara. 4-cü sual. Qrafikdə 1993-2020-ci illər ərzində dəniz səviyyəsinin dəyişməsi təsvir olunmuşdur. Sual 1-ə baxaq. Əvvəlcə bir qrafik analiz edək. Dəniz səviyyəsinin dəyişməsi, yəni get-gedə baxırıq ki, dəniz səviyyəsi artıb. Məsəl üçün 1995-ci ildə, 2010-cu ildə dəniz səviyyəsi həddindən artıq fərq var. Və qırmızı olanlar istidən genişlənmə, əlavə olunan su, yəni buzlaqların əriməsi. Baxaq suallara. Qrafikdəki məlumatlara əsasən hansı dövrlərdə dəniz səviyyəsinin artım sürəti daha yüksək olmuşdur? Bu sürətin artmasına nə ilə əlaqəli ola bilər? Bu dövrdə dəniz səviyyəsinin artım sürəti hansı dövrdə dəniz səviyyəsinin artım sürəti daha çoxdur? Bunun artmasına səbəb nədir? Biz görürük ki, qrafikdə nə deyir? Əlavə olunan buzlaqların əriməsi. Buzlaqların əriməsi hava qlobal istiləşmə səbəb ola bilər. Deyir, nə səbəb ola bilər artımdan? Qlobal istiləşmə dənizlərdə olan, dağlarda olan buzların, qarların əriməsi nəticəsində su səviyyəsinin artmasıdır. Və hansı illərdə daha çoxdur? Bunu uşaqlar, baxın. Məsəl üçün 1995-ci ildə bunu götürsək, belə. Yəni, hansında daha çox fərq var? Bax, bu ikisində, belə başqa rənglə eləyim. Bax, bu ikisində, baxın, bax, bir damcı fərq var. Burada bu qədər fərq var. Bunda bu qədər fərq var. Bunda isə bu qədər fərq var. Yəni, 2015-ci ildə daha dəniz səviyyəsi yüksəlmişdir. Daha dəniz səviyyəsi 2010-2015 arasındakı daha yüksəkdir. Bunun da səbəb qlobal istiləşmə, yəni buzlaqların əriməsi səbəb olmuşdur. B-yə baxaq. Qlobal istiləşmə dəniz səviyyəsinin yüksəlməsinə hansı yollarla təsir göstərir? Qütb buzlaqlarının əriməsi nəticəsində suyun miqdarı artır. Bu birinci. İkinci, istilik artdıqca dəniz suyunun həcmi də genişlənir. Bunun nəticəsində dəniz səviyyəsi yüksəlir və sahil zonaları risk altına qalır. Dəniz səviyyəsinin yüksəlməsini azaltmaq üçün hansı tədbirləri görülə bilər? Dəniz səviyyəsinin yüksəlməsini azaltmaq üçün deməli biz qlobal istiləşmənin qarşısını almalıyıq. Bunu qlobal istiləşmə belə deyək də, karbon qazını azaltmalıyıq. Karbon qazını azaltmaq üçün daha çox, məsəl üçün, çoxlu ağac əkmək, avtomobillərin sayını azaltmaq, velosipedlərə keçmək, yəni ümumilikdə karbon qazını azaltsaq, qlobal istiləşməni də azaltmış olarıq. Yəni qlobal istiləşməni azaltmaq elə dəniz səviyyəsini də azaltmağa gətirib çıxarır. Yəni bunu özünüz də araşdıra bilərsiniz. 5-ci suala keçək. Şüşə qolbaya su əlavə olunur. Kapillər boru daxil edilərək bərk edilir. Su spirt lampası vasitəsilə isidilir. Bu zaman kapillər boruda nə müşahidə olunacaq? Bunun səbəbini izah edin. Nə dedi bizə? Deyir ki, içərisində su var və nazik kapillər boru var. Nə müşahidə edərik? Müşahidə edərik ki, temperatur artdıqca qaz molekulları daha xaotik hərəkət etməyə başlayacaq və həcmi genişlənəcək. Həcmi əvvəl qaz kolba bura kimi doluydusa, indi bu boruda bu mayenin hündürlüyü artar. Səbəbi də nədir? Səbəbi də odur ki, qaz molekulları temperaturu artdıqca molekulların istilik hərəkəti də daha da artır. Buna səbəb də bu kapillər boruda hündürlük səviyyəsi getdikcə artar. Və yaxud da, yəni bu dedik həcmi artır. Evimizdə olan analarınız məsəl üçün çaydanı qoyur, qazın altında yandırır. Yəni temperaturu get-gedə artır. Və təsəvvürünüzə gətirək ki, çaydan ağzından bir doludur, qapağı da örtülüdür. Və çay qaynayır, nə baş verir? Çay daşır.
Çay daşır və qaz da keçirir. Yəni niyə daşır? Daşmasına səbəb nədir? Həcminin genişlənməyidir. Əvvəlki o həcmdə, o qazın çaydanın içərisində o su dolurdusa, indi artıq temperatur artdıqca, o molekullar daimi xaotik hərəkət etdikcə çaydandan daşmağa başlayır. Çünki həcmi genişlənir. Bu zaman ilə çay daşmış olur. Yəni belə. Gələk. İstilik tarazlığı temperatur şkalası. Nə deyir? Metal çubuq bir tərəfindən qızdırılmağa başlar. İstiliyin çubuq boyunca necə ötürüldüyünü və nə üçün onun temperaturunun bir müddət sonra eyni olduğunu izah edin. Biz 6-cı sinifdə deməli istilik keçirmənin növlərini keçmişiz. İstilik keçirmənin dedik 3 növü var. İstilik vermənin daha doğrusu 3 növü var. 1. İstilik keçirmə, 2. Konveksiya, 3 ise şualanma. Burada da istilik vermənin birinci növü olan istilik keçirmədir. İstilik keçirmədə nə idi? Molekullar, bax buradakı zərrəciklər enerjini bir-birinə ötürərək bütün istiqamət boyunca yayılır. Nə deyir bizə deyir? İstilik çubuq boyunca necə ötürüldüyünü izah edin. Necə ötürüldü? İstilik keçirmə yolu ilə ötürüldü və bu zaman qızdırılır. Soyuq olan, isti olan yerdən soyuq olan yerə enerjiləri ötürülür. Hamısı yenidən bərabərləşənə qədər, bütün temperatur eyni olana qədər davam edir. Ondan sonra bütün temperaturlar eyni olur. Gələk ikinci suala. Şəkildə civəli laboratoriya termometri təsvir edilmişdir. Bu termometrin iki əsas istinad nöqtəsini hansıdır? İstinad nöqtəsi dedik ki, bir suyun donması və suyun qaynaması. Suyun donmasının temperaturu 0 dərəcə Selsi, suyun qaynaması isə 100 dərəcə Selsi. Bu ikisi əsas götürülür. İstinad nöqtələri Kelvin şkalası üzrə Kelvinə uyğun deyil. Deməli biz dedik ki, Kelvin, yəni böyük T hərfi ilə işarə olunur. Bir dəqiqə. Böyük T hərfi ilə işarə olunur. Kiçik T üzərinə gəlinsin 273. Düsturumuz bu şəkildədir. Yəni kiçik T burada dərəcə Selsidir. Onda baxaq 0 dərəcəyə uyğun olaraq 0-ın üzərinə 273 gəlirik. Bu edir 273 Kelvin. Digəri isə 100 dərəcədir. 100-ün üzərinə də 273 gələndə bu deyilir 373 Kelvin. Yəni su 273 Kelvində donur və su 373 Kelvində qaynamış olur. Keçək C variantına. Civə termometrin həssaslığını və dəqiqliyini artırmaq üçün hansı dəyişiklik etməliyik? Diqqətli olaq, termometrin şkalası daha kiçik bölgülərə ayırmaq, bəli, xətanı daha azalsa daha dəqiqlik artar. Bir deməli doğrudur. Termometrin ölçü borusunu daha qalın etmək, şkalanı daha böyük ölçülü etmək və asan oxuna biləcək. Yəni bu həssaslığı artırmır. Civənin miqdarını artırmaq, termometrin şkalası hissəsini daha rəngli etmək, yəni bu görünüşə artıra bilər, görünüşünü yaxşı edə bilər. Yəni burada bir dənə yalnızca bir termometrin şkalası daha kiçik bölgülərə ayırmaq. Bir də baxım, şkalanı daha böyük ölçülü etmək və asan oxuna bilər. Xeyr, termometrin ölçü borusunu daha qalın etmək. Xeyr, heç biri uyğun deyil. Keçdik. Üçüncü suala. İsti su olan qazana metal və plastik qaşıqlar qoyulur. Şagirdlərdən biri yalnız suyun temperaturunu ölçməklə qaşıqların temperaturunu müəyyən etməyə mümkün olduğunu iddia edir. 1. Bu iddia doğrudurmu? Yalnız suyun temperaturunu ölçməklə qaşıqların temperaturunu müəyyən etmək mümkündürmü? Dərslikdə də dedik ki, əgər temperaturlar eyni mühitdə müəyyən bir zaman keçərsə, eyni mühitdə, eyni temperaturda istilik tarazlığı yaranır. Və bu istilik tarazlığı da, yəni bütün orada olan, mühitdə olan bütün cisimlərin temperaturların bərabərləşdiyi andır. İndi burada deyək ki, bir plastik qab, bir də metal qabı qoyulub, qaşıq qoyulub daha doğrusu. Sadəcə olaraq bu suyun temperaturunu ölçməklə, bəli, əgər müəyyən bir zaman keçibsə, qoymuşam, müəyyən bir müddət keçib, plastikin də temperaturunun da, bu metalın da temperaturu və suyun temperaturları bərabər olur. Çünki istilik tarazlığı yaranır müəyyən bir vaxt keçəndən sonra. Bir neçə saat sonra suyun və qaşıqların temperaturu niyə otaq temperaturuna qədər bərabərləşəcək?
Bir neçə saat. Çünki buradakı qaynar su, bax buradakı qaynar su bu ətraf mühitin temperaturu bu suyun temperaturundan azdır. Bu öz istliyini, enerjisini ətraf mühitə verir. Nə qədər enerji verirsə, ətraf mühit o qədər enerji udur. Nə zamana qədər baş verir? Dediyimiz kimi, istilik tarazlığı baş verənə qədər baş verir. Yəni bu istilik tarazlığı tarazlıq baş verdisə, artıq heç bir istilik alış-verişi olmur. Belə deyək də, məsəl üçün, bax deyim ki, bir şagirddə 50 manat pul var, digərində isə 100 manat pul var. Və bunların bir-birinə bərabərləşməsi lazımdır. Bərabərləşməsi üçün nə etməliyik? İsti, bu da dedik, hansının daxili enerjisi daha çoxdur, o istiliyi verir. Hansının daha pulu çoxdur, o verməlidir. Bax, bu digərinə 25 manat verirsə, bunda da olur 75 manat, bunda da olur 75 manat. Nə oldu? Bərabərləşdi. Deməli, həmişə isti cisim enerjisini verir. Yəni, pulu çox olan verməlidir pulunu ki, bərabərləşsin. Pulu az olan versə, bərabərləşmək qeyri-mümkündür. Ona görə dedik ki, temperaturları çox olandan az olana keçir. Nə zamana qədər bu baş verir? Bərabərləşənə qədər baş verir. Dördüncü sual. Termometr su olan qaba daxil edilir. Bir müddət sonra onun göstərici şəkildəki kimi olur. Termometrin göstəricisi neçə dərəcə, neçə Farenheitdir? Bir tərəfdə diqqətli olaq Farenheitdir, uşaqlar. Baxaq, bir tərəfdə dərəcə Selsiyadır. Dərəcə Selsiyə baxıram ki, 25 dərəcədir. Yəni, kiçik T-miz bərabərdir 25 dərəcə göstərir. Farenheit neçəni göstərir? Biz bunu hesablamaq üçün, burada ikinci sualda onsuz da keçəcəyik. Sadəcə olaraq biz bu tərəfin bölgülərinə baxırıq. Bir bölgünü tapmaq üçün nə edirdik? Bir bölgünün qiyməti bərabərdir. Ən yaxını bir-birindən çıxaq. 80 çıxılsın 70 edir 10. Aralarındakı bölgülərdə saysaq 10. Deməli, hər bir aralıq 1 Farenheitdir. İndi baxıram. Baxaq. Bax, 80-dən 1 düşürəm. 79, 78, 77. Deməli, bura 77 Farenheitə bərabərdir. Yazaq. Deməli, Farenheit neçədir? O da bərabərdir. Belə yazılmır əslində. T əyağında F yazılır. T əyağında Farenheit bərabərdir. 77 Farenheit. İndi nə deyir bizə? Hesablama aparmaqla termometrin Selsi göstəricisi ilə Farenheit göstəricisi arasında əlaqə düzgün göstərin. Biz nə tapdıq? 25 dərəcə və 77 Farenheit. Ən rahat yolu Farenheiti tapmaq üçün, gəlin mən F yazım. T əyağında F yazmayayım. Bilin ki, Farenheitdir də bu. Farenheit bərabərdir. 5-də 9 dərəcə üzərinə gəlinsin 32. Hesablaya bərabərdir. Yəni, bu düsturla dərəcə veriləndə Farenheitə keçməkdir. Yazıram. 5-də 9 vurulsun. Dərəcəmiz neçə oldu? 25 dərəcə. Üzərinə gəlsin 32. 25 ilə 5 gedir 5. 9 dəfə 5 45. Üzərinə gəlinsin 32. Bu nə edir? 77 Farenheit. Həqiqətən də hesablamanın nəticəsində gördük ki, 77 Farenheitə bərabərdir. Qaba isti su tökülür və termometrin göstəricisi 48 dərəcə olur. Bu göstəricini Kelvinlə ifadə edin. Kelvin dedik ki, Kelvin mütləq temperatur. Böyük T hərfi ilə işarə olunur. Kiçik T üzərinə gəlsin 273 bərabərdir. Kiçik T'miz artıq bizə 48 dərəcəni deyir, göstərir. Üzərinə gəlsin 273 bərabərdir. 8-in üstə 3 gələndə 1. Bu dedir neçə? 221 Kelvinə bərabər olur. Uşaqlar, deməli bir yadda səhv etməyəm. 321 Kelvin. 321 Kelvin. İndi baxaq. Axırıncı sual. Mütləq sıfır temperaturun əsas xüsusiyyətləri hansıdır və bu temperaturda molekulların kinetik enerjisi necə olur? Mütləq sıfır temperatur, yəni baxaq. Mütləq sıfır temperaturu, yəni bax bunun sıfır olmağı deməkdir. Kelvinin sıfır olması üçün biz dərəcə Selsinin mənfi 273 dərəcə olmalıdır. İndi biz mənfi 273 dərəcə haqqında nə deyə bilərik? Ona baxırıq.
Maddələrin qaz halına keçməsi üçün tələb olunan ən aşağı temperaturdur. Xeyr, qaz halına keçməsi əksinə yüksək temperaturlarda qaz halına keçər. Bir yanlış. Maddənin tamamilə hərəkətsiz olduğu temperatur molekulaların kinetik enerjisi sıfırdır. Bu doğrudur. Təsəvvürümüzə gətirək də -273 dərəcədə maddələr tamamilə molekular hərəkətsiz olur. Yəni bu doğru. Mütləq sıfır temperatur Kelvin şkalası 0 Kelvindir. Molekuların kinetik enerjisi sıfırdır. Mütləq sıfır temperaturu Kelvin şkalasının sıfırdır. Bu doğru ola bilər. Su molekullarının donma temperaturudur. Xeyr, donmada 0 dərəcədə donur, amma biz -273-dən söhbət edirik, səhvdir. Mütləq 0 temperaturu Celsius skalasının -273,15 dərəcəsidir. Molekuların kinetik enerjisi sıfırdır. Bu da doğrudur. Kitabımızda daha dəqiq -273,15-i göstərib. Uşaqlar, bu qədər. Bugünlük bu qədər. İzahlarımıza diqqətli baxın. Sağ olun, hələlik.